Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin. Və la'nu daimu ala a'daihim ecma'in. İmam Zamanın Accelallahu Teala Fərəcəhü Şərif ağamızın ad günü münasibəti ilə müsəlmanları, məxsusən şiyyələri, Əhl-i Beyt ardıcıllarını təbrik edirik. Allah Azza və Cəllə bizi dünya və axirətdə Quran və Əhl-i Beytdən ayrı salmasın. İlahi əmin. İmam Zaman ağa məsələsində Accelallahu Teala Fərəcəhü Şərif həm şiyyə, həm sünni, həm vəhabi ittifaq ediblər ki, belə bir şəxs mövcuddur. Müəyyən fikir ayrılıqları olmasına baxmayaraq, bizim əqidəmizə əsasən Allah Rasulü sallallahu aleyhi və aleyh özündən sonra xəlifə təyin edib Allahın əmri ilə. Birinci xəlifə İmam Əlidir aleyhissalam, sonuncusu da İmam Məhdidir aleyhissalam. Və hər birisi də Allah tərəfindən Peyğəmbər vasitəsilə təyin edilib. Bizim rivayətlərimizdə bu mövcuddur və adları da həmçinin var, Allah tərəfindən seçilib. Amma vəhabilərdə və əhl-i sünnədə bu cürdür ki, bircə İmam Məhdi 12-ci xəlifə. Çünki onlarda da səhih hədislərində var ki, Peyğəmbər sallallahu aleyhi və aleyh buyurub ki, məndən sonra 12 xəlifə və yaxud 12 əmir gələcək. Bunların ancaq sonuncusu 12-cisi Allah tərəfindəndir, insanlar tərəfindən seçilmir. Qalan birincisindən tutmuş 11-cisinə qədər, halbuki heç arada bir neçəsini də tapıb çıxara bilməyiblər, alimləri ixtilaf ediblər, hərə bir söz deyib, hərə bir insanı ora daxil etməyə çalışıb, amma alınmayıb. Amma ittifaq etdikləri şiyyə və sünni və vəhabilərin ittifaq etdikləri ilk 4, 5, 6 nəfər kimdir? Əbu Bəkirdir, Ömərdir, Osmandır, İmam Əli aleyhissalam, İmam Həsən aleyhissalam və Muaviyyə. Hətta Yezidi belə İbn Teymiyyə və bəziləri ora daxil ediblər və hətta Tövratda bunların vəsfi güya Tövratda gəlib İbn Teymiyyənin dediyinə əsasən. Halbuki nəinki o arada qalan insanlar, heç Əbu Bəkirin, Ömərin, Osmanın, Muaviyyənin, hətta İmam Əli və İmam Həsənin aleyhissalam özü belə xəlifə kimi qəbul edilməməlidir vəhabi inanclarına əsasən. Çünki onlarda Allah təyin eləməyib xəlifəni, Peyğəmbər təyin eləməyib, başlı-başına buraxıb, ixtilaf eləyiblər və birinci xəlifəni insanlar seçiblər. O da ixtilafla, dava qırğınla səqifədə. Ondan sonra ikinci xəlifəni Əbu Bəkir özü seçib birincisi. Üçüncü xəlifəni Osman şurada, Ömərin şurasında seçilib. Bu cür. Yəni heç biri xəlifə seçilmə standartlarına uyğun deyil. Heç onlarda xəlifə necə seçilir məsələsi belə Peyğəmbər tərəfindən ayırd edilməyib. Baxıblar hadisələr necə cəryan eləyib, kim nə yolla gəlib xəlifə olub, deyiblər belə də olar. Özlərindən bir növ şəriət icad ediblər. Və onlara deyəndə ki, niyə birinci xəlifənizi, diqqət edin, insanlar seçirlər, o da dava qırğınla. Bəziləri sahabələr beyət edir, bəziləri eləmir. Həmçinin digərləri də o cür. Amma bir dənə axırıncı xəlifənizi, 12-ci xəlifənizi Allah təyin eləyir. Hətta vəhabilərdən biri ki, deyir ki, hədisdə gəlib 12 əmir gələcək, bunların dövründə İslam əziz olacaq, yəni güclü olacaq və müsəlmanların sözü bir olacaq, parçalanma olmayacaq. Bu 12 nəfərdən sonra parçalanma baş verib, yalandır, gözün içinə qədər yalandır. Ümməti aldatdıqları məsələlərdən biri də budur. Peyğəmbər sallallahu aleyhi və səlləm Müslimin səhihində, İmam Müslimin səhih əsərində nəql etdiyi hədisdə Allah Rasulü buyurur ki, məndən sonra 12 xəlifə gələcək, 12 əmir və onların xilafətində, əmirliklərində, onların zamanında İslam əziz olacaq, yəni İslam güclü olacaq və müsəlmanlar bir olacaq. Bu mənada hədislər gəlib. Biz buna etiqad edirik və deyirik ki, bəli, və bəzi alimlər deyirlər ki, bu 12 xəlifə gəlib. Bunlar sırasıyla Əbu Bakır, Ömər, Osman, Ali, Həsən, Muaviyyə və ta ki, bu neçə elədir? 6 xəlifə. Və sonra da 6 Əməvi xəlifəsini qeyd ediblər ki, doğrudan da bu 12 xəlifədən sonra demək olar ki, xilafətdə parçalanma gedir. Həqiqətən də belədir. Və sonra Əməvi xilafəti dağılır və Abbasilərdə də vəziyyət Əməvilərkindən Allah betər olur. Yəni, insanların sözü yalnız bu 12 xəlifənin dövründə cəb olub. Və bəzi alimlər isə deyiblər ki, bu 12 xəlifə birincisi Əbu Bakır, sonra Ömər, sonra Osman, Ali, Həsən, Muaviyyə, həmçinin Ömər ibn Abdüləziz və deyiblər ki, axırıncısı da qiyamətə yaxın gələcək Məhdi. Və desən ki, bəs arada 4-5 xəlifə qaldı. Bəs onlar deyiblər ki, gələcəklər. Niyə? Çünki birincisi Əbu Bəkirin dövründə heç də ümmətin sözü bir olmayıb. Harada ümmətin sözü bir olub ki? İmam Əli aleyhissalam öz səhih kitablarınıza əsasən Əbu Bəkirə beyət eləməyib. Xanım Zəhra sələmullah aleyha dünyadan gedənə qədər Əbu Bəkirə beyət etməyib. Misal üçün, siz onların səhih hesab etdikləri Buxariyə baxsanız, Buxaridə
3092 rəqəmli rivayətdir. Müslimdə 1759 rəqəmli rivayət. Orada açıq-aşkar bildirilir ki, xanım Fatimə Zəhra səlamullah əleyha fəğadibət Fatimətu bintu Rasulillahi sallallahu aleyhi və aleyh fəhəcərət Əbə Bəkrin. Allah Rasulunun qızı Fatimə qəzəbləndə Əbu Bəkrə və onu tərk etdi. Fələm təzəl mühacirətəhu həttə tuğfiyyət. Ölənə qədər də deyir ki, onu tərk elədi və onunla danışmadı. Digər rivayətdə gəlib ki, fələm tükəllimhu həttə tuğfiyyət. Ölənə qədər onu danışdırmadı, Əbu Bəkir danışdırmadı. Necə olur ki, Peyğəmbərin əhl-i beytindən gələn 12-ci xəlifəni ki, Allah seçir Vəhabilərin 12-ci xəlifəsidir, amma birinci xəlifələrini hələ Peyğəmbərin öz qızı qəbul etmir. Bu necə xəlifədir? Bunu digər müsəlmanlar necə qəbul etsin? Və həmin qeyd etdiyim mənbədə qeyd edilir ki, İmam Ali əleyhissalam Aşət bə'də Rasulillahi sallallahu aleyhi və aleyhi və sələm 6 əşhur, xanım Zəhra salamullah aleyha Peyğəmbərdən sonra 6 ay yaşadı. İmam Ali əleyhissalam həmin 6 ay müddətində Əbu Bəkrə beyət etmədi. Yenə Buxarıda 4240 rəqəmli rivayətə baxa bilərsiniz. Orada həmin məsələ qeyd olunur. Bildirilir ki, 6 ay Peyğəmbərdən sonra xanım Zəhra salamullah aleyha yaşadı. İmam Ali əleyhissalam bu 6 ay müddətində Əbu Bəkrə beyət etmədi. İbarə bu cürdə gəlib. Xanım Zəhra salamullah aleyha Əbu Bəkrə qəzəbləndi, oranı tərk etdi. Fələm tükəllimhu həttə tuğfiyyət. Ölənə qədər onu dindirmədi. Və aşət bə'dən nəbiyyi sallallahu aleyhi və aleyhi və səlləm 6 əşhur. Peyğəmbərdən sonra 6 ay yaşadı. Və vələm yəkun yubayi'u tilkəl əşhur. İmam Ali əleyhissalam 6 ay müddətində, o aylar ərzində Əbu Bəkrə beyət etmədi. Hardan yalandan deyirsən ki, müsəlmanların sözü bir idi və Əbu Bəkir birinci xəlifə idi. Həmçinin də bir dəstə insan ona zəkat vermədi, adını riddə qoydular, mürtəd olmuş insanlar qoyub, onlarla Əbu Bəkir müharibə etdi. Hardan deyirsən ki, müsəlmanların sözü bir idi. Səqifədə isə Əbu Bəkiri çağırmamışlar belə xəlifə olmağa. Ənsar özündən xəlifə seçməyə istəyirdi. Və yaxud da götürək 4-cü xəlifələrini. İmam Ali əleyhissalam alimlərinin ittifaqına əsasən o 12 xəlifədəndir. Amma halbuki yalandan deyirlər ki, müsəlmanların sözü bir idi. Heç də müsəlmanların sözü bir deyildi. Niyə? Çünki İmam Ali əleyhissalam xəlifə olanda Muaviyyə Əmras başda olmaqla bir çox müsəlmanlar ona beyət etmədilər. Həmçinin Təlhə, Zübeyr, Ayşə kimi sahabələr beyəti pozdular. Hardan çıxartdın ki, müsəlmanların sözü bir idi onların zamanında? İmam Həsən əleyhissalam həmçinin xəlifə oldu. Deyirsiniz, o da 5-ci əmirdir, həmin hədisə əsasən. Onun da dövründə Muaviyyə beyət eləmədi. Beyət eləməyənlər var idi. Müsəlmanlar heç də bir deyildilər. Müsəlmanların sözü heç də bir deyildi. Elə onların zamanında xilafət parçalandı. Elə Yecidin zamanında xilafət parçalandı. Zübeyr, Abdullah ibn Zübeyr başqa sahabə gedib özünü Məkkə Mədinədə xəlifə elan eləmişdi. Həmçinin Muaviyyənin özü necə bu sahabələrdən, əmirlərdən sayılır? Necə İslam onun dövründə izzətli olur ki? Muslim Buxari yazır ki, Buxarıda 447 rəqəmli rivayətdir, Müslimdə 2915 rəqəmli rivayət. Peyğəmbər sallallahu aleyhi və aleyh şəhadət verir. Deyir, Əmmarı bağı azğın bir tayfə öldürəcək. Yəd'unəhu ilən-nər. Onlar Əmmarı oda çağırırlar, cəhənnəmə dəvət edirlər. Yəd'uhum iləl-cənnəti. O da onları cənnətə dəvət edir. Cəhənnəmə dəvət edən ordunun başçısı Muaviyyə necə oldu? Xəlifə olur. Və bu zamanda da İslam izzətli olur. Yəni bunlar hamısı bunların Vəhabilərin fırıldaqlarıdır, kəlləkbazlıqlarıdır, hiləgərlikləridir, yalanlarıdır, saxtakarlıqlarıdır ki, yalandan ümməti illərdir, əsrlərdir bu cür aldatmağa çalışırlar. Vəlhamdülillahi Rabbil aləmin və sallallahu alə Muhammedin və alihi tahirin.